Mən uşaq olanda elə bilirdim ki, televizordakı adamlar bizi görür. Həqiqətən də görürdülər. Əvvəllər görüblər, indi görmürlərdi. Biz böyümüşük. Dostlar, like atın, like. Hər bir salam verin dostlar. Girişdə biraz sərt oldum. Əslində də sərtəm biraz. Necəsiz? Keyfiniz halınız necədir? Heç bir videomda keyfiniz halınızı soruşmamışam. Yazar şərhlərini. Birdən elə biləs həkim falanam. Yəni halınızı soruşuram. Yəni əslində elə deyil. Ne kadar komik ya. Deməli bu gün nə edirik? Bu gün etiraflarınızı oxuyacağam. Çox möhtəşəm bir etiraf yazmısınız. Həqiqətən oxuyanda özüm də şok olmuşam. Bilmirəm videoda necə olacaq. Həqiqətən də şok oldum da yəni. Şoka düşmüş vəziyyətimə baxın bir dənə. Artıq yəni 3 aydır ki mən etiraflarınızı oxuyuram adlı video çəkmirəm. Bu ikinci hissədir. İnşallah davamlı olar. Aha Mirzə yazır, Mirzə qaqaşımız, YouTuber qaqaşımız. Onunla da yaxınlarda videomuz oldu. Mən başını qırxandan sonra başı gedib bunun nəsə. Əvvəllər elə bilirdim YouTube'da da və TikTok'da da səni keçəcəm amma gördüm başım üçün deyil. Videoda görməsən məndən incimə. İnci məndən videoya qoydum. Əvvəllər elə bilirdim, məncə indi də elə bilməlisən. Onsuz da keçə bilməyəcəksən. Zarafat edirəm. Keçin kanalına abunə olun. Tapmamaq mümkün deyil. Harda oldu, əvvəl axır qarşınıza çıxacaq. Çünki onunla çox videolarımız olacaq. İndi yazıblar ki, YouTube'a necə başladın? Mən yazmışam ki, etiraflarınızı yazın. Sual verib cavablandıracağam da, yəni cavablandırım. YouTube'a necə başlamışam? YouTube'a Paputu başlamışam. Paputu. Aslında bu metre ilə qoşulan, metre ilə ölçülür. Hə, metre ilə iş görürlər, paputu. Yəni random şəkildə başlamışam. Videom izlənir, davamlı gətirmişəm, izlənə. Bu qədər, yəni abunə yığmışam. Mən uşaq olanda elə bilirdim ki, televizordakı adamlar bizi görür. Həqiqətən də görürdülər. Əvvəllər görüblər, indi görmürlərdi. Biz böyümüşük. Mən uşaq olanda elə bilirdim televizora girmək olur. Hamı uşaq olanda çox şey bilib. Etiraf edirəm ki, 1-2 il bundan qabaq sinifdə oğurluq olmuşdu. Bir uşağı günahlandırdılar, amma o eləməmişdi. Eləyən uşağı bilsəm də səsimi çıxarmadım. Çünki günahlandırılan uşaqdan nifrət edirdim. Yazıq uşaq. Onsuz da sübut edə bilməyəcəydin ki, oğurluğu o etməyib. Yəni bilsən belə. Məsəl üçün səsini çıxartdın ki, oğurluğu edib. Sübutu necə edəcəksən? Bir dəfə məktəbə gedəndə ayaqqabı yerinə çaşıb şəpit geyinmişdim. Oy, evdən tələsik çıxanda olur. Dərsə gecikməyəsən deyəndə bilirəm. Oğlum məndədir bir dəfə. Çantamı evdə yaddan çıxarıb qoymuşdum. Nəsə cümləm uyğun gəlmədi. Evdə çantamı yaddan çıxarıb qoymuşdum. Bir dəfə 5-ci sinifdə 14 iyun qız sinif yoldaşımla getdik məktəbin arxasından. Yaxşı şeylər oldu. Axırda da o qapılar. Belə etiraf olur. Nəysə bunun ardını falan oxumuram. Senin kafanı. Yaxşı şeylər oldu. Nə olub o yaxşı şey? Salam Eko necəsən? Aleykum salam, şükür yaxşıyam. Siz necəsiz? Həmişə yaxşı olun, hamınız bomba kimi olun da yəni. Bir dəfə bizim küçədə qonşunun çəpərində it balalamışdı. Mən dostumla qonşunun çəpərinə dırmaşıb it balalarına baxmaq istəyəndə çəpər qırıldı, bir yerə yıxıldıq. Sonra evin sahibi bizə dalaşa yola gəldi. Biz də o gələnə kimi qaçıb gizlənmişdik. O yola çıxan zaman yoldan başqa uşaqlar keçirdi deyə elə bildi ki, onlar edib və onlara dalaşdı. Yəni onların üstünə qışqırıb demək istəyir. Atalarına zəngiliyib hətta. Ay dayı, sən niyə görə cəmaatı, yəni bir çəpərə görə durub valideyninə zəng eləyib dava falan axtarmısan? Var belələri. Və oranı qıran biz olduğumuzu heç kim bilmədi, amma artıq oxusan biləcəklər. Hamı bilsin. Bu videonun nə qədər insan izləyir bilsin. Kanalın adını da qoyacağam yəni. Bu etirafı yazan şəxsin. Sevilirsən, ailəlic izləyərik uğurlar. Siz də sevilirsiniz. Təşəkkür edirəm. Mən heç ailəlic izləyənlər olmayıb, mənim ümumiyyətlə izləyənlər olmayıb əvvəllər. YouTube başlamışam, bomba kimi hər şey. Videolar çəkəcəm. Mən də möhtəşəm videolar çəkməyə çalışacağam da sizlər üçün. Mən bir dəfə qonaq gəlmişdi. Xoşlamıram da, onu çayına tüfürü verdim ki, içsin. Xəbəri yoxdur. Ayda. Bu cür şey necə etmisən? Bəzən elə olur ki, adam qonağı xoşlamır. Məndə də olub bir neçə dəfə, amma daha durub çayın içinə tüfürməmişəm. Məsəl üçün ayaqqabısının içinə arı qoymuşam. Elə şeylər olur. Bir dəfə məktəbə gedəndə şəpitlə getdim. Müəllim dedi ki, evə ayaqqabı geyin. Bizim də ev məktəbə çox yaxın idi. Mən də getdim, dəyişdim, gəldim. Müəllim dedi ki, açın yeni mövzu izlədim. Bir də gördüm ki, çanta da evdə qalıb. Hə, videoda baxsan yaxşı olar, sevilirsən. Siz də sevilirsiniz, təşəkkür edirəm. Bu müəllim sənə babat mırtdaşıb ha. Ya da ki, sən müəllimlə mırtdaşmısan. 100% evə gedib çay falan içib, atıb çantasını uzanıb yatıb dərsi gedib görüb ki, sumka yoxdur. Amma ki, şəpitlə yəni getmək normaldır da, müəllim səni bir dənə şəpitə görə arxaya nəyə görə qaytarıb ki? Vaxt olub mən çəkmə geymişəm. Özü də bilərəkdən
giyinmişim yani. Neyse bir videomuzun da sonuna geldik. Ümid edirəm video xoşunuza gəldi. Eğer video xoşunuza gəldiysə videomuza like atıp kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bu arada video 2x değil, biraz axırlarda tez danışıram. Tez danışmağı sevirəm ama videonun girişində bir də çıxışında. Gələn videolarda görüşmək ümidiyle sağ olun, sevilirsiniz. Partladım videomu. 5 günlük konak gelmişi bu dövrana. Ele yaşa ki yol vermeyesen nöksana. Sade